مولانا أبو القاسم المصطفى محمد اللهم صل على وثم الصلاة على إترة المكرمين وسيما بقية الله في الأرضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. السلام عليك يا بقية الله يا حجة الله يا سيدنا ومولانا أغثنا وأدركنا انظر إلينا بحق جدتك فاطمة سلام الله عليها. Nifaq və fitnə 3-cü gecəmiz. Müəyyən nəticələr almışıq. Mövzumuz davam eləyir. Dünən gecə aldığımız 2 mühüm nəticə bu idi ki, Mədinədə 2 dənə şəxs var idi ki, münafiqlərin başında onlar dururdu. Biri Abdullah ibn Ubeydi. O zahirən özünü müsəlman göstərirdi. Elə Mədinədə qalırdı və onun qulaq asanları, eşidənləri var idi. Bir qrup insanlar onun kəlməsinə qulaq asırdılar, onun sözünə, o idarə edirdi. Bir qrup münafiqin də başında Əbu Amir dayanırdı. Əbu Amir elə ilk vaxtlardan üz tutdu, getdi Məkkəyə, Məkkə müşriklərinə qoşuldu, oradan mübarizə apardı. Ondan sonra getdi Taifə, ondan sonra getdi Şama. Şamdan idarə eləyirdi, oradan idarə eləyirdi Mədinədə olan öz tərəfdarlarını, o münafiqləri. Və əvvəldə keşişdi, rahib olub daha doğrusu, bəli. Nüfuzu var idi, zahid insan kimi tanınırdı və gələcəkdə deyəcəm sizə nə fitnələr törətdi Mədinədə. Qısa deyirəm, bir dənə kəlmə keçirəm, Məsrur Zirar adlı. Eşitmişsiniz ki, belə bir mövzu, bir məscid tikdirir. Quranda da ayəsi var, onun başında bu durub. Məsrur Zirarın tikilməsi, indi onu danışacağım, bugün yox. Ki, nə fitnələr qopardıb Əbu Amir. Bu öz yerində. 2 nəfər bu şəkildə işlər görüblər, nifaq və fitnə törədiblər. Fitnəni də izah verəcəm sizə çıxışlarımda. Hələ fitnəni izah eləməmişəm, mən nifaqdan başlamışam. Yaxşı. İndi bax, belə çıxışma davam edirəm. Nifaq nə zamandan başlayıb? Söhbət İslam tarixindən getmir. Peyğəmbərimizin zamanından getmir. Ümumiyyətlə, nifaqın başlanğıc nöqtəsi aradı. Cavab, nifaqın başlanğıc nöqtəsi iblisdir. İblisdən başlayıb. Elə ki, Adəmlə Həvva yaranır, olduqları yerində ora haradır, özü bir bəhsdir. Allahdan ki, tapşırıq gəlir, yaxınlaşmıyım filan ağaca, indi o ağac nədir, nə deyil, oradan da keçdim. Orada deyirlər, İblis gəlir, fəvəsvəsəlləhumə şeytan və qasəməhuma. Şeytan gəlir, vəsvəsə eləyir Adəmlə Həvvanı, hər ikisini. Və qasəməhuma. And içir onlara, and içir ki, inni ləkuma ləminən nasixin. And olsun ki, indi belə deyək, and olsun Allaha, mən xeyir niyyətlə gəlmişəm. Bax, nifaqın başlanğıc nöqtəsinə bax. And içir, özlə yaxşı göstərir və Adəm və Həvvanı aldadır və vəsvəsə edir ki, ged yaxınlaş o ağaca tərəf. Ki, qüdrət istəysən orada, əbədiyyət istəysən orada, aldadır. Yaxşı. Fədəllahuma bi qururin.
hiylə eləyir, onlara bir yol təqdim eləyir. Amma nifaq simasında özünü yaxşı göstərir. Maraqlıdır ki, Adəmlə Həvvanı istiqamət verir o ağaca tərəf, and içir ki, niyyətim yaxşıdır. Amma insanla bağlı and içir ki, fəbi-izzətikə ləuğviyənnəhum əcməin. And içir ki, and olsun Allah sənin izzətüvə, mən bu insanları aldıracam. Onlara Adəmdən Həvvaya belə deyir ki, niyyətim yaxşıdır. Nifaq simasında gəlib mövzuya. Onlara bu cür iş etdi. Gör bizə neyniyər? Bu hələ giriş. Ona görə də əziz Allahımız Quran-ı Kərimdə münafiqi bir bənzətməsi var. Maraqlı ayədir. O ayənin əvvəlini mən sizə danışacağım gələn söhbətlərimizdə. Ondan işim yoxdur. Münafiqi bənzədir Allah şeytana. Buyurur kəməsəli şeytan. Şeytana bənzəyir münafiqlər. Allah onları münafiqi şeytana bənzədir. Çünki şeytanın əsas xüsusiyyəti məkirdir, hilədir, məkkarlıqdır. Münafiqdə də bu var. Münafiqin zehni pis işləmir, amma hilə eləyir. Hiləgərliyi var. Allah Quran-ı Kərimdə münafiqi şeytana bənzədir. Kəməsəli şeytan. Həşr surəsində. Baxın, necə? İzqalə lil-insan. İnsana deyir ki, ukfur. Küfr elə. Fələmma kəfər, elə ki, insan üz çevirir Allahdan, daha bitdi, nə bitdisə bitdi, hər şey qutardı. Qal, inni bəri'un mink. Deyir, mən ki, bu qədər. Əvvəl deyir, mən səndənəm, Allahdan üz çevir. Allahdan üz çevirən kimi iblis nə deyir? Deyir, mən ki, bura qədər. İnni əxafullah. Mən Allahdan qorxuram. Rəbbəl aləmin. O aləmlər Rəbbidir. Şeytan sözüdür. Deyərsən, necə ola bilər, qorxur bu işləri görür. Nə qədər adam var həyatda ki, deyir, mən Allahdan qorxuram, amma əlindən gələn elə işləri görür ki, Allahdan qorxan o işi görməz. Bu da maraqlıdır. Birinci gətirir insanı düz oyunun içinə salır. Oyunun içinə salandan sonra, bu da buna arxayın olub baxı. Deyir, mən getdim, sağ ol. Nə mənası var bu ayənin? Mənası budur. Şeytan vədlər verər, iblis vədlər verər. Kimə? Baxır, görür, onun nüfuzu var, hörməti var, heysiyyəti var. O hörmət, heysiyyət xərclənəndən sonra atar bunu. Lazım deyilsin. İblisə o insanın o kəraməti, şərafəti, nüfuzu, heysiyyəti, abrı lazımdır. Çünki abırsız insan, heç o da istəmir. Neyinir onu? Biz istəmir sözə görə. Digər mənada lazımdır, onu ələ nəsə işlər görsün, onu bildim. Amma ona o insanlara əl-xüsus lazımdır ki, onun hörməti, nüfuzu var, məsələn, onu xəricləsin öz hədəfinə, öz batil niyyətinə. Elə ki, xəriclədi, qutardı bunu, deyim, mən səni inirəm, inni əxafullah, mən Allahdan qorxuram. Deyim, münafiq də belədir, münafiq də belədir. Baxır, görür, bunun nüfuzu var. Bunu ələ almaq üçün 1000 dənə oyun qurur. 1000 dənə oyun qurandan sonra onu xəriclədi, deyir, sağ ol. Münafiq budur, biləsiz. Kim xəriclənər, münafiq kimi xəriclər, özü bir dənə mövzu. Hələ bunu danışım sizə. Kimlər xəriclənir? Çox maraqlı mövzudur. Kimləri aldada bilir? Nə oyunlar qura bilir? Münafiq. Onu danışacaq. O çıxışlarımda, qeydlərimdə var. Gözü maraqlıdır ki, kimlərdir əsas onun üzərində işləyir. Bu ayəni mən sizə oxudum. Bir şənin uzulu da var. Qoy onu da deyim sizə. Bir abid insan olub. Bərsisa da adı tarixdə. Abid idi. Şeytan onu üzr istəyirəm, bağışlasın analar, bacılardan. Aldatdı bir yolla artıq. Bir xanımdan günaha saldı. Günaha salandan sonra vəsvəsə elədi ki, da başqa yolun yoxdur, öldür onu. Abrun gecək. İkinci günahı da elətdirdi ona. İkinci günah olandan sonra nə baş verdi? Bilindi məsələlər, nə var, nə yox. Məsələ bilinəndən sonra bunun edam hökmü verildi. Edam hökmü veriləndən sonra deyirlər, daha ip
boğazında idi, iblis canlandı, şeytan canlandı. Şeytan bir neçə yerə canlanıb. Sima alıb, gəlib söhbət edib. Deyəcəm birində ayəsini deyəcəm sizə. Harda? Bir sima aldı, dayandı onun qabağında. Göründü. Dedi, səni mən bu vəziyyətə salmışam, bu vəziyyətdən çıxarda bilərəm. Dedi, çıxardarsan məni indiki vəziyyətə? Dedi, hə. Dedi, yolu nədir? Dedi, yolu budur, mənə səcdə elə. Dedi, bu vəziyyətdə görmürsən vəziyyətimi? İp boğazımda. Deyir, ev yoxdur, elə bir dənə gözündən işarə elə. Dedi, kifayət edir, dedi, hə. Elə ki, gözü ilə işarə elədi ki, daha mən qəbul elədim, onda deyir, iblis qayıtdı, o şeytan qayıtdı. İnni bəri minki. Sən ki, səndə, mən ki, məndə. İnni əxafullah, mən Allahdan qorxuram. Sağ ol. Bu da bir insan taleyi. Yəni, siz bu hadisəni götürün, bu insan taleyidir. Biz belə nə qədər insanlar bədbəxt olub, mən keçdim oradan. Bir yerdə də şeytan təcəssüm tapıb, o sima tapıb, gəlib. Bir də bir soradı, Peyğəmbər ki, Məkkədən Mədinəyə hicrət edir, onun yerində də Əmirül-Müminin Əleyhisselam yatır. Onların planı nə idi? O gecə öldürmək planı. Neçə dənə fikir gəldi zehinlərinə? Deyirlər, onlardan da bir dənə fikri şeytan özü təqdim elədi. O da bu idi ki, hər neçə dənə tayfadan bir nəfər seçilsin, bir tutaq ki, 40-a yaxın qəbilədən adam seçilsin, birləşsinlər, getsinlər, o Peyğəmbəri inəsinlər, öldürsünlər. Ki, sabah Bəni Haşim kimdən vuruşacaq? Oradan o qəbilə, bu tayfa, bu qədər mübarizə apara bilməsin. Bu hiləni də şeytan verdi. Amma onun məkri idi, Allah tədbir tökdü. Bu da getdi. Biri də ayəsini deyirəm sizə, çox maraqlıdır. Bu ayə Ənfal surəsi 48-ci ayədir. İnşallah evdə də oxuyarsınız. Bədir müharibəsindədir, Bədir. O böyük müharibədə. Ənfal 48. Deyirlər, o şeytan bir sima almışdı, görünürdü. Bir yaşlı bir insanın siması idi. Və düşmənləri orada o Əbu Sufyanın qoşununu, ordusunu təşviq edirdi. Ayəsini oxuyuram sizə. İzzəyyənə ləhumuş şeytan ə'maləhum. Şeytan onların əməllərin gözlərində zinət verirdi. Narahat olmayın, hər şey yaxşıdır. Və qalə la qalibə ləkumul yevm minən nas. Və insanlara, o orduya, Əbu Sufyan ordusu nə deyirdi? Dedi, heç kəs sizi məğlub eləyə bilməz. Siz qalibsiniz. Baxın, ona gör, nə iş görür. Qorxmayın, onlara bax, az, sizə bax, çox. Onların silahına bax, öz silahınıza bax. Sizin qüdrəti bax, onların qüdrətə bax. Onlar indi başlayıb, siz kimsiniz? Deyib, başladı belə sözlərlə, belə fikirlərlə, bu fikirləri ötürür. Sonra dedi, inni carun ləkum. Pənah yeriniz mənəm. Ayədir bunlar. Pənah yeriniz mənəm. Fələmma tərə... 600 seriyası kamera, performans, dizayn sahəsindəki yüksək standartları bir araya gətirən yeni... Pənah yeriniz mənəm. Fələmma tərə fiyatan, elə iki dənə ordu üzböz gəldi, Peyğəmbərin ordusu ilə bu Məkkə müşrikləri üzböz gəldi. Və nəkəsə alə aqibeyhi. İblis deyir, arxa çevirdi, qaçmağa başladı. Qalə inni bəriun minkum. Həmən söz, mən sizdən uzağam. Nə oldu axı? İnni əra mala tərəvun. Mən elə şeylər görürəm ki, siz onu görmürsünüz. Buyururlar müfəssirlər ki, mələikə də İndi o nə cür idi, nə baş verdi orada. O ya onların qüdrətini gördü, gücünü gördü, Allah güclü göstərdi, neynədi, işim yox. Vallahu şədidul iqab. İblis, axırı şeytan deyir, siz Allah necə əzab verən Allahdır. Orada dedi və çəkildi kənara. Bu da bir ayədir. Bu da bir ayədir. Və nəticədə nə oldu? Bədir qələbə ilə bitib, biləsiniz. Bədir qələbə ilə bitdi. Bəli. Burayacağım bu bir məsələ. Kökünə getdik, çıxdıq. Digər tərəfdən münafiq bir baxımdan da iki qismə bölünür. Əvvəldən münafiq deyil. Hələ başlayandan start nöqtə, hələ bu münafiq kimi girib cərgiyə. Bu bir. İki. Bəziləri əvvəldən iman gətirib, sonra münafiq olub. Bu var, bu var. Bu artıq bir dənə təhlükədir, bir xəbərdir ki,
iman əhli gələk özünü qorusun. Ki, o da münafiq ola bilər. Ayəsini deyəcəm sizə. Və tarixdən statlar da gətirəcəm. Ki, ola bilərmi bir insan iman gətirsin, sonra münafiq olsun? Gör, nə qədər fərq var sən Allah. İman ara, nifaq ara. Quran deyir ki, mümkündür. Quran deyir ki, mümkündür. İnnəl münafiqinə ləkəzibun. Münafiqlər yalancıdırlar. Münafiqun surəsində deyir. Sonra ondan sonra 2 ayə, 1 ayə o tərəfə deyir, zalikə biənnəhum amənu. O münafiqlər əvvəl bir qismi iman gətirdi. Summa kəfəru. Sonra küfr elədi. İman simasını saxladı. Zahirdə qəlbi küfrlə doluydu. Amma həqiqətən əvvəldən iman gətirmişdi. Amənu summa kəfəru. Summa deyir özdə. İman gətirdi, sonra küfr elədi. Bəzə deyiblər ki, ola bilər ki, iman gətirib zahirən küfr eləyib həqiqətdə. Bu ayə deyir, yox. Bəzi məsələ deyir, yox, görmüşdə deyir. Deyir, amənu, iman gətirdi, summa kəfəru. Sonra küfr əhli oldu. Necə ola bilər axı bir insan iman gətirir, sonra olur münafiq? Necə olur axı bu? Cavab budur ki, mümkündür. Necə mümkündür? Belə izah edək. Hər bir insan fərq eləməz. Bu, bugün sabahın söhbəti deyil. İnsan olan gündən. Qadın, kişi, qoca, cavan, yaşlı, uşaq, hamı. Hər bir insan tutacaq axtarır, bir yer tutsun. Sığınacaq axtarır. Arxain olmaq istəyir. Hamı arxain olmaq istəyir. Ümid yeri axtarır. Bir belini dayamaq istəyir. Başa düşürsən? Bəzi vaxt səhv edir ki, məsələn, bağlanır başqa söhbətdə. Amma hamı belə. Bir yerə belini istəyinəsin. Söykəsin. Bir yerdən tutsun. Arxain olsun. Sanki istəyir bir nəfər olsun ki, narahat olma. Narahat olma. Bir dənə qoysun çiynindən bunun əlinizi, narahat olma. Hamı belə insan axtarır. Hamı belə bir qüdrət axtarır, səhv dedim. Hamı belə bir qüdrət axtarır. Ki, arxainlaşsın. Niyə? Çünki xuliqəl insana dəifə. Özü zəifdir. Əntumul fuqara. Özü möhtacdır, ehtiyaclıdır. Ehtiyacın özüdür. İman prinsipi, iman, Allaha iman, həmən aramlığı təmin edir. İman kəlməsində bu möhtəşəm təbii cazibə var, iman anlayışında. İnsan iman gətirir o qüdrətə. O kəlmədə cazibə var, arxainlaşır. Müsbət mənada ya, rahatlaşır. Bir sözlə, insan əmin olmaq istəyir, arxain olmaq istəyir, tohidi dünya görüşü də insana bunu inir, ərməğan eləyir. Ərməğan eləyir, buyur. Bu mənəvi aramlığı, daxili rahatlığı, hüzuru təmin edir. Onu lütf edir. O sahabələr deyir ki, döyüşün ən qızğın anında baxırdıq Peyğəmbərə, İzə ihmərrəl bəs. Ay Allah, insan nə qədər aram olur. Bu nə aramlıqdır? O tohiddir. Sanki şey bağlanır o qüdrətə. Çox möhkəmdir. Külli aləm də hətta üstünə gəlsə dayanıb möhkəm. Nuhun bir sözü var, Quran-ı Kərimdə deyir, yığışın, hamvuz, mənə möhlət verməyin, əlvizdən nə gəlir eləyin. Bu sözə bax. Bu sözü kim deyə bilər? Arxain olan insan deyər. Əmin olan insan deyər. Sığınıb bir nöqtəyə. O deyə bilər bunu. Ondan başqa bunu kim deyə bilər? Ya məcazi qüdrətlərə, fani qüdrətlərə belini bağlayar insan, belə sözlər deyər. Bu da bir müddətlikdir. Ya da həqiqi bir qüdrət var. İnsan özünü bağlayır ora. Yaxşı. O aramlığı əldə edir, o əmniyyəti əldə edir. Allahın adlarının biri nədir? Əl-Mu'min. Əl-Mu'min, Allahın adıdır. Huvəllahu ləzi
La ilahe illa huve el-melikul quddusus selam el-mu'min. Mu'min yəni nə? Yəni əmniyyət verən, aramlıq verən, hələ bu qədər. O hədislərdə var, la ilahe illallah hisni. O qaladır bir dənə, la ilahe illallah. Kim o qalaya daxil olsa, əmin-əmin əzabi. Əzabdan əmniyyətdədir, amandadır. Əmniyyətdədir, amandadır. Allaha nisbət o mənada. İnsana nisbət bir iman gətirənə də mömin deyirlər axı. O da özünə bir əmniyyət verib. Nə mənada? Özünü, öz qəlbini, vücudunu qoruyur. Nədən? Elə ki, iman gətirdin, şəkdən, şübhədən, istirabdan, tərəddüddən çıxırsa. İman budur da. Çünki imanın bir tərəfi ağıldır, bir tərəfi qəlbdir. İnsan iman gətirəndən sonra istirabdan qurtulur. Tərəddüddən çıxır. Şübhələrdən çıxır, qovrulmur şübhələrlə. Çünki tövhidi dünya görüşü bunlar təmin edir. İnsan tam mənada hər şey yerindədir. Yaxşı. Məsələn, niyə insan iman gətirir? İman ona görə gətirir ki, iman kəmində bir cazibəsi var, insan rahatlaşır. Amma burada bir məsələ. İman gətirməyə kifayət eləmir. Dəyərli dostlar, dəyərli qardaşlar, xanımlar, təkcələ iman gətirdim, qutardı, yox, kifayət eləmir. İman gülə bənzəyir. Bəsləməlisən, dibinə suyu tökməlisən. İman daş kimi deyil, at qıraqda qalsın. Yox. Atsan qıraqda qaldı. İman gətirib kişi, heç nə, ortada bir şey yoxdur. Bir dənə daşdı qoydun ki, yox, gülə bənzəyir, bəsləməlisən. Hər gün diqqət eləməlisən. Baxmalısan, bağbanlıq eləməlisən. Nəzarətdə saxlamalısan. Ona görə salih əməl, mərifət, məlumat, zikir, ilahi məhəbbət, əhl-i beyt məhəbbəti, eşqi, həmən o sanki gülü suvarır, o gülü bəsləyirsən, nəzarətindədir, qoruyursan. Bunlar olmasa solacaq, quruyacaq, iman nuru sənə tərk eləyəcək. Axırda bir şey qalmayacaq. Ona iman südmək lazımdır. Belə də elə iman gətirdim, əvvəldən qutardı, getdi. Hər an diqqət eləməlisin. Hər an diqqətində, nəzarətində olmalıdır ki, o daha da inkişaf eləsin. Daha da təkmilləşsin. İnsan öz üzərində çalışmalıdır. Əgər öz üzərində çalışmasa, daxilində nəfsani xəbis qüvvələr var. İnsanın daxilindədir. Onlar baş qaldırmağa başlayacaq. Bax, iman var, amma çalışmasan üstündə, diqqət eləməsən, nəzarət eləməsən, nə baş verəcək? İnsanın xəbis tərəfi də var, nəfsinin xəbis tərəfi də var. O eqoizm, rəyasət, abu havası, şəhvət düşkünlüyü bağışlayın, mənasız təəssübkeşlik, artıq gözləntilər, həva və istək, bu da insanın nəfsani tərəfidir. Sən imanını gücləndirməsən, o nəfsani tərəf sənə güc gəlməyə başlayacaq. Biri o yana çəkir, biri bu yana. Biri o yana dartır, biri bu yana. O sənə güc gəlsə, iman nuru sönəcək. İman nuru sönəcək. Bəzi müminlər ki, gəlib axırda münafiq olurdu, o da bu idi. İslam şüarının, la ilahe illallah şüarının, iman mövzusunun cazibəsi var. Çəkir onları, gəlirlər. Qaşa sözlərdir axı. Əmniyyət, hüzur, daxilə aramlıq, nə gözəl. Amma gəlir, girir səhnəyə, baxır, görür, axı bunun bir tərəfdən məhdudiyyətləri də var axı bu İslamın. Belə deyir ki, hələ hər şeyi verir. Məhdud da edir axı səni. Olmaz. Allah vəlisinə itaət eləməlisən, nəfsin də xoşu gəlmir itaətdən. Qırğın düşüb. Filan məsələ olmaz, bunun ürəyi istəyir. Ürəyin belə istəyir. Aləm deyib bir-birinə. Bu tərəfdən iman cazibəsi var, bu tərəfdən nəfs də bunu istəyir. O tərəfdən də imanı bəsləməyib, nəzarət eləməyib, nəfs də buradan qırğın eləyir.
Bu tərəfdən də girib cəmiyyətin içində hamı mömin kimi tanıyır. İndi dala gedə bilir, nə qabağa gedə bilir. Dala getmək istəmir, ona görə ki, baxır, görür ki, qüdrət əldə eləmək üçün, mənfəət əldə eləmək üçün, bir yerə yetişmək üçün gərək iman libası ilə olasan. İmanı getsə, Mədinədə bu bir yana gəlib çata bilməyəcək. İslamda görür ki, get-gedə qüdrətlənir. Bu qüdrəti də ata bilmir. Bu qüdrəti ata bilmir, nə baş verir? Zahirdə iman çöhrəsi, amma iç küfürdən doludur. Get-gedə münafiq yaranmağa başlayır. Münafiq yaranmağa başlayır. Bəzilər ki, əvvəldən nifaqla gəlib, onun lap belə ötə, pis niyyəti var. O elə əvvəldən münafiq kimi girib içəri. Elə bu niyyətlə gəlib. Amma bəzilər iman gətirib doğrudan Peyğəmbərə, sonradan olub münafiq. Niyə? Çünki nəfslə fitrət toqquşub, bu tərəfdən iman gözəl kəlmədir, o tərəfdən nəfs başqa şey istəyir. Ona görə Allah Teala Quranda buyurur, Amenü, summa kəfəru. Mömin oldular, sonra oldular, küfr elədilər, oldular münafiq. Bizdən birə bu olmadı münafiq. Bəzə tədricən münafiq olublar, asta-asta münafiq olublar. Asta-asta. Fitrətin tələbi ilə iman gətirib, nəfsin isteyi ilə küfr edir. Diqqət edə bildin? Fitrət deyib, yaxşı söz deyir o, getdi. Bu tərəfdən nəfsi görmürsən, səni məhdud edir, ilişdi. Neynəsin? Küfrünü gizlədib, iman siması ilə girir möminlər içinə. Bacarmadı. Təəssüf bacarmadı. Allah belə deyir Quranda. Zalik bi ennəhum istahabbul həyatət dünya ələl-axirə. Çox təəssüf olsun ki, dünya həyatı önə keçdi, axirət getdi arxa plana. Çox təəssüf olsun belə bəndələrimə. Şöhrət, nüfuz, qüdrət onun başını xarab elədi. İstahabbul həyatət dünya. Allahla başladı, nəfslə bitirir. Bismillahla başladı, amma Bismillahla qutara bilmir. Bir ismin nəfslə hərəkət edir artıq. İlişdi də. Gedə bilmədi. Təəssüf. Amenusumma kəfəru. Bəzi münafiqlər belədir. Bu bir söz nə deməkdir? Bu o deməkdir ki, belə çox, sinəvə çox döymə. Mömin münafiq də ola bilər. Olar, hə, olar. Axıruz zamanda özdə bir nə qədər. Axıruz zaman bir nə qədər tələbi var. Axıruz zamanda bir nə qədər imtihanlar var. Zarafat gəlir bəyən. Deməli, sən neynəməlisən? O imanı bəsləməlisən. Diqqət eləməlisən. O mərifəti əldə eləməlisən. O elmi əldə eləməlisən. Ələl-xüsus da Allah dostlarına uzaq düşməməlisən. Kunu məəs sadiqin. Başında əhl-i beytdir bu kəlmənin. Uzaq düşməməlisən. Allah münafiqlərdən nə danışır? Görün nə deyir? Bir dənə də ayə deyirəm sizə. Buyur, Ulaikəl-ləzinə iştərəvuz zəlalə bil-huda. Deyir, bu münafiqlər satdılar hidayəti, aldılar zəlaləti. Nə deməkdir bu? Adam var, düşüb elə bir yerə ki, orada din təbliğ olmur, imandan söhbət getmir. Bu ayə deyir, ona şamil deyil. Bu ayə o kəsə şamildir ki, deyir, gəldi bir yerə ki, orada onu hidayət edirlər, yolu göstərirdilər, qabağında hidayət edənlər var idi. Amma bu neynədir? Zəlaləti götürdü, hidayəti satdı, getdi. Yaxud hətta hidayət də olmuşdu, iman gətirmişdi. Amma iştərəvul zəlalə bil, iştərəvul zəlalətə bil huda. Zəlaləti götürdü, hidayətin qurban verdi, getdi. Sonra deyib, fəma rəbihət ticarətun. Ticarətiniz nə pis ticarət oldu? Nə pis ticarət elədiniz? Bax, bu mesajlardır Quran-ı Kərimin. Ki, müğayət olun. Hidayət olaraq üst tutu dəyərləndirmədilər. Ya qazandılar, sonradan itirdilər. Hətta bir ayə var Quranda, Nisa surəsi 97. Nisa surəsində də nə qədər Nisa surəsində münafiqlərdən ayələr var. Nisa 97-dir.
bir mövzu ilə bağlıdır, bir hadisə ilə bağlıdır. Hadisə nədir? Məkkədə bəziləri iman gətirmişdi Peyğəmbərə. Peyğəmbər hicrət eləyəndə qoşulmadılar Peyğəmbərə. O qədər imanları yox idi. Qoşulub getsinlər Peyğəmbərlə Mədinəyə. İmanı bir həddə qədər idi bunların. Gedə bilmədilər. Amma ilahi vəzifələri o idi. Qaldılar. Getmədilər, qoşulmadılar Peyğəmbərə. Fədakarlıq eləyə bilmədilər. Yaxşı, sonra nə oldu? Sonra müşriklər Bədir müharibəsində bu həmən bu müsəlmanları məcbur elədi, özləri ilə gətirdi Bədir müharibəsinə. Vuruşturdu onları, onlar öldülər orada. Peyğəmbərə qarşı vuruşdular həmən adamlar. Öldülər, yıxıldılar. Can verəndə mələklər gəldi onlarla danışmağa. Həmən ayəni oxuyuram sizə. Görün, mələklər nə deyir onlara? İnnəl-ləzinə təvəffahumul mələikə. O kəslər ki, mələklər olan canını alır. Zalimə ənfusihim. Özünüzə nə zülm elədiniz? Özünə elədiyin zülmü heç kəs eləmədi sənə. Təsəvvür etsən, gedib orada şəhid ola bilmədi, burada mı xarab oldu? Bəlkə də orada olsaydı ölməyəcəkdi, heç bilmirəm. Zalimə ənfusihim, özünüzə zülm elədiniz. Mələikə dedi, qalu fīmā kuntum, siz haradaydınız? Qalu kunna mustazafin fil ard. Bizim vəziyyətimiz çətin idi də, gördüm, Məkkədə idik. Mən belə rahat danışıram, amma ola belə çox rahat danışa bilmirlər. O can verəndə danışmaq, o qəlbin danışmasıdır ya, o belə asan bir şey deyil. Qalu, mələikə dedi ki, ələm təkun ərdullahi vasiyə, Allahın yeri ki, geniş idi. Və tuxaciru fiha, niyə hicrət eləmədiniz, məsələn, Peyğəmbərlə? Niyə? Fəulaikə məvahum cəhənnəm. Onların yeri cəhənnəmdir. Saat məsirə. Nə pis yerə gəldiniz. Ömrü ya belə xəricləyir adam. Orada yox, burada. Çox təəssüf. Dəhşət deyə. Zəlil oldu, öldü. Getdi, ömrü getdi. Düzgün sərf eləyənmədi. Elə bir adam bir bağı var. Ağacları var, meyvələri var. Adamın biraz malı da çox olanda azı vermək də çətindir. Demirəm, amma çoxu vermək çətindir. Bir dənə söz deyirəm sizə, bu bir dənə diqqət edin bu sözümə, mövzum o deyil, amma qulaq asın. Adamın azı olanda azı rahat verə bilir, azdan azı rahat verə bilir. Çoxu olanda çoxdan az da rahat verə bilir. Çoxu xoşlayır yığsın. İnsana belə yoxsa yığıb. Məsələn, tutaq ki, 100 manatdan 10 manatı verməyi asandır, 1000 manatdan 10 manatı vermək istəmir, azaltmaq istəmir mini. Bir bağlantısı gəlir, hoppən cəmma. İnsana bir bağlantı yaranır mala, dövlətə. Deyir, misal çəkirəm, bir bağı var, nə qədər də ağacları var, meyvələr də nə qədər ağaclarda. Düz? Həmən meyvələr qalıb ağacda verə bilmir kiməsə yesin, yığıb saxlayır. Nəticə nə olur? Meyvələr başlayır ağacan düşməyə, çürüməyə. Xarab olub getməyə. Belə də getdi. Ömür də belədir. Ömür də belədir. Bəzi vaxtlar israf olur. Ömür israf olur, düşür, gedir zibilxanaya. Nə elədinsə dirilikdə elədin. Can üstündə iman gətirməyin də mənası yoxdur, öləndən sonra bir şey istəməyin də mənası yoxdur. Hətta ayələri var, İlahi irciuni, bizi geri qaytar, Allah deyiyor. İndi mələikə onlarla danışır, xeyri yoxdur ola. O bir nəfər var idi, ölməmişdən öncə Peyğəmbərə vəsiyyət elədi ki, bir ambar xurması vardı, hamısını paylayarsan. Mən belə başa düşürəm bu hədisin o siyaqından, gedişindən ki, diriliyində verə bilmirmiş. Öləndən sonra deyir, bir ambar verərsən ay Peyğəmbər. Peyğəmbər də payladı, o bir ambarın hamısını verdi. Bir neçə dənə xurma qalmışdı, bir neçə dənə keyfiyyətdən düşmüş xurma vardı. Qalmışdı da bir 4 dənə, 5 dənə, 6 dənə. Amma ambarı verib. Peyğəmbər qayıtdı ki, bu bir neçə dənə keyfiyyətdən düşmüş xurmanı sağlığında özü öz əli ilə versəydi, bu bir ambar xurmanı verməkdən qat-qat Allah dərgahında dəyərli olardı.
diriliyində versəydi. 5-6 dənə xurmanı bu ambarı öləndən sonra verilir ha. O 5-6 dənə diriliyində versəydi bundan qiymətli idi. Ömür gedir, hara gedir maraqlıdır. Buraya can nəticələr almışıq, şükür olsun Allaha. Davam edirəm. Birinci gecə bir söz demişdim sizə. O da bu idi. Nifaq iki cürdür. Əxlaqi nifaq. İdeoloji nifaq. İdeoloji nifaq, etiqadi nifaq, əxlaqi nifaqdan pisdir. Çox təhlükəlidir. Əxlaqi nifaq, yəni nə mənada? Əxlaqi nifaq, yəni zahirlə batini üstə düşmür. Zahirdə misal üçün tutaq ki, mərhəmətli insan kimi görünür, batına nədir? Nə mərhəmət bu? Mərhəmətdən əsər əlaməti yoxdur. Bu zahiri nifaq. Bunun ziyanı da olar, özünə olar. Amma ideoloji nifaq bəşəriyyətin inir, böyük zərbə vurur. Zahiri nifaq da cəm əxlaq, ailəsinə, evinə, ora-bura vurur. O da insanlara, dostlarına vura bilər, bildim. Amma o birisi bundan daha mühümdür. Əxlaqi nifaq budur. Baxın bir dənə sözmə. Əxlaqi nifaq budur. Zahiri ilə batini eyni deyil. Etiqadi nifaq amma nədir? Etiqadi nifaq budur. Əqidəsiz insandır, özünü əqidəli göstərir, əqidə ilə vuruşur. Ayəni elə izah edir ki, əslində ilahi dəyərlərlə vuruşur, ayə ilə vuruşur. Əqidəli göstərir, əqidə ilə vuruşur. Bu ideoloji nifaq. Birinci nifaq, əxlaqi nifaq. Yaxşı. Bu da əxlaqi nifaq. İki dənə hədisini deyirəm sizə, bu möminlərə aiddir. Xətərini də deyirəm sizə. Xətəri budur. Əxlaqi nifaq islah olmasa, etiqadi nifaqa da keçə bilər insan. Əqidə baxımından münafiq ola bilər insan. Əxlaqi nifaqa bir dənə misal çəkeyim. 1. Kəsrətul vifaq, nifaq. Bir insan elə hamı ilə razılaşırsa, deyir, o münafiqdir. Kim nədir? Deyir, hə, düz deyirsən. Hamıya. Bunun xətti yoxdur, bunun yolu yoxdur, qardaş. Kəsrətul vifaq, nifaq. Bu əxlaqi nifaq. Kim nədir? Deyir, düz deyirsən. Kim deyə özünü pis edir? Kim yaşayırdı özü üçün öz aləmində? Xeyr olub pis olmalıdır ki. Deyir, cəhənnəmə dostumla pis. Mənə neyimə lazım ki? Dostumla pisdir, özü bilər. Dostu deyə bunun qardaşıdır. O deyir, özümü pis edirəm onu. Biraz maddi marağı da var bəlkə də. Niyə xərab edirəm özümü? Kəsrətul vifaq, nifaq, hədisdir. Əmirül müminindən. Əxlaqi nifaqdır. 2. Hədisə baxın. Dostunu görür, üzünə tərif edir, o olmayanda ətini yiyir. Hədisdir. Bi'səl əbd yakunu zavəcheyni. Necə insanlar var, deyir, məsum deyir. Nə pis insandır bu insan. 2 dənə üzü var ya bunun. Zalisaneyni, 2 dənə dili var ya bunun. Yutri əxahu şahidən yəquluhu qaibən. Özü ilə üzbözlü yananda, tərif edir, o olmayanda ətini yiyir. Deyir, münafiqdir bu. 2, 3. Əl-münafiq izə vəədə əxləfə. Münafiq, əxlaqi nifaqına ilə söhbət edirəm. Dərinləşəndə etiqad olacaq. Münafiq budur ki, vədə verib xilaf çıxar. Aha. Vədə verib xilaf çıxar. Sonra, fə izə fəalə əsa. Hələ bir dənə, yaxşı bir dənə iş görməz, hələ heypsi iş görür. İzə qalə kəzəbə. Disə yalan danışır. İzə u'timinə xanə, əmanətə xəyanət edir. Yaxşı, əmanətə niyə? Xəyanət edir. Bu kimdir? Bu da nifaq əhlidir. Yaxşı, nə olacaq? O da budur. Əgər insan bunların üzərində çalışmasa, bu get-gedə əxlaqi nifaq, etiqadi nifaqa çevriləcək. Ələl xüsusda yalan. Məsələn, zahirdə düz danışan kimi özünü göstərib, amma həqiqətdə yalan danışır. Bu yalan get-gedə, bu yalanla nifaqın sıx ünsiyyəti var. Sıx ünsiyyəti var. Sıx əlaqəsi var. Ayrılmazlar bir-birindən. Yalan çoxalsa get-gedə adiləşər. Düz.
Bir dönəmdən sonra insan yalan danışmağa adət eləyər. Yalan danışmaq onun üçün su içmək kimi bir şey olar. Get-gedə yalan danışmaq bunun xarakteri olar. Bir dönəmdən sonra ki, daha bu hala gəldi çatdı, elə nifaq nədir? Nifaq da elə yalandır da, bir cür yalandır. Gör, nə qədər bir-birinə yaxındır. Get-gedə ki, yalan danışmaq adiləşir, həmin əxlaqi yalanlar etiqadı yalana çevrilə bilər. İnsan etiqadı baxımdan nifaq əhli ola bilər. Əxlaq üstadların bir dənə sözü var. Nifaqın kilidi yalandır. Onu dil və yiyə çıx. Əl-kizbu əmirül-müminindir, yuəddi ilən nifaq. Yalan insanı münafiq eləyər. Yalan danışmaq insanı münafiqliyə sürükləyər. Ona görə hədislərdə var, bir insanı tanımaqsın, iki dənə xüsusiyyətdə bax. Nədir? Bir, bu sidqul hədis, düz danışır, yoxsa yox. Ədaul əmanə, əmanətə sahib çıxır, yoxsa yox. Bu olmasa, get-gedə insan münafiq ola bilər. İndi bir dənə ayə oxuyuram sizə. Baxın, görün, əziz Allahımız bu ayədə nə deyir? Azsız inşallah da yekunlaşacağım, zikir müsibətə gedərik. Allah Quranda buyurun, və minhum mən ahədəllah. Bəzi bəndələr var, məndən əhd peyman edir. Ləin atana min fəzlih. Allah, mənə verginə, gör, neyniyəcəm, neyniyəcəksən? Danışır da, söhbət edir. Biraz versəydin mənə bu maldan, puldan, bir sən nələr eləyərdim? Lənəsəddəqənnə, sənin yolunda xərcləyəcəm. Sonra, və lənəkunənnə minəs salih. Mən salih insan olacam, yaxşı insan olacam. Fələmmə atahum min fədlih. Elə ki, Allah verir, bəxilu bih. Bəxilu bih. Xəsislik başlayır. Və hum təvəlləv və hum muridun. Tövbə surəsində daha vermək istəmir, üzünü çevirir. Ayəyə baxın, yalan danışdı axı. Ayənin davamı. Fəəqəbəhum nifaqən. Bu yalanvuz sizin qəlbinizə nifaq yaratacaq. Fəəqəbəhum nifaqən. Qəlbinizə nifaqı formalaşdıracaq. Yalanın xüsusiyyəti budur. Fi qulubihim ilə yu'mi yəlqavnahu. Bu nifaqla da qiyamətə qədər geyəcəksiniz. Niyə münafiq oldular? Bima əxləfullah. Çünki yalandan and içdilər. Ma və'duhu, vədə verdilər, yalandan and içdilər, bimə kənu yəksibun. Hey yalan danışdılar, hey yalan danışdılar. Vədələrinə xilaf çıxdılar, yalan danışdılar. Bu iki dənə əməl əqqabu nifaqən, fəəqqabəhum nifaqən. Onları münafiq elədi, bu ayədir. Etiqadı nifaqa gedən yox. Özə bu kimin haqqında, buna deyim sizə, eşitdiyimiz tarixdə Sələbə gəldi, yaxınlaşdı Peyğəmbər, ay Peyğəmbər, nə olar, kasıbın biri idi. Məscidə qeyb gələn biri idi. Ay Peyğəmbər, mənə dua ilə yaxşı, səndən xahiş edirəm, vəziyyətim değişsin, mənə kömək elə. Peyğəmbər dedi, bir gün bir cavab vermədi, ikinci gün getdi, üçüncü, o qədər dedi, axırda dedi, Sələbə, aza şükür eləyə bilirsənsə, o çox ki, onun taqətin yoxdur götürəsən, o az ondan yaxşıdır ya. Bir adam çoxu götürüb taqəti var, düzgün istifadə eləyə biləcək, çox yaxşıdır. Yox, ay Sələbə, bu azın ki, şükrün verirsən, o çox ki, səni azdıracaq, bu az ondan yaxşıdır. Sələbə deyir, narahat olmaya, ya Rasulallah, ürəyini sıxma, yaxşı olacaq, sən bir dənə dua elə. Deyir, Peyğəmbər ona pul verdi, pul. O götürdü, getdi, maşallah, qurdu ticarətini, vəziyyət değişdi, da məscidə də gəlmirdi. Cümələr yaddan çıxdı. Cümə neyinir o? Cümə ona o vaxt lazım idi. İndi cümə neyinir? Namaz neyinir? Kəlmə neyinir? Allah kəlmə. Əhl-i Beyt məclisi onun üçün maraqlı deyir ki. Bir dönəm Əhl-i Beytin qapısında yatmışdı. Da alıb da hacətini, neyinir Əhl-i Beyti? Axırda zəkat ayəsi gəldi. Zəkat ayəsi gələndən sonra xəbər göndərdi Peyğəmbər. Gedin ona deyin. Gedin ona deyin ki, zəkat versin. Baxdı vəziyyətə, dedi, belə zəkat olar, adın qoymusunuz zəkat. Nə zəkat? Cizyədir bu. Pul alırsınız bizdən əlavə. Artıq mübarizəyə başladı. Ayə onun üçün gəldi, deyib, fəəqqəbəhum nifaqə, münafiq oldu o adam. Vədə verdi, əməl eləmədi.
Söz verdi, yalan danışdı. Həmən yalanlar, həmən vədəyə xilaf çıxmaq axırda gətirdi onu münafiq elədi. Peyğəmbər deyir, vay olsun sənə, ay filan kəs, vay olsun sənə. Bu da aldığım nəticə bugün. Nəticə bu, sadə. Əxlaqi nifaq insanı etiqadi nifaqa aparır. Ələli xüsus yalan. Nifaqın açarıdır, yalan. Adət eləyib dili yalana. Xətərdir bu, böyük xətərdir. Bəladır bu. Yaxşı, bura qədər. Amma insanlar da var ki, vəfalıdır. Söz verərlər, əməl eləyərlər. O, İmam Hüseynin səhabələri kimi. Tasua günü vədə verdilər, Aşura günü vədəyə vəfa elədilər. Bir an olsun Hüseyndən ayrılmadılar, Hüseyndən ayrı düşmədilər. Hətta İmam Hüseyin bəzilərinə dedi, get, ağladı ki, mənə niyə göndərsən? Hətta birinə yol göstərdi, dedi, buradan çıxsın, sənə bir şey eləməzlər, bulan işi məndəndir. Baxdı, düşdü İmam Hüseynin əlinə, ayağına, qucaqla, dedi, ağa, məni özündən uzaqlaşdırırsan. Adam biraz axı ürəyi yanar həqiqətən də, məsum adama deyə, çıx get. Ağacan, niyə məni özündən uzaqlaşdırırsan? Dedi, yox, mən səni uzaqlaşdırmaq istəmirəm. Qal, dedi, onda qalıram. Dedi, qal. Qalıram, dedi, qal. Hətta bəzilərinə şərait yarandı, gedə bilərdi, ya. Şərait yarandı, gedə bilərdi. Onlardan biri Əbəlfəz əleyhissalamdır. Ki, deyəcəm, amma 2 dənə sizə hədis deyirəm ki, öndə də Ərbəyin gəlir. Ərbəyinə gedənlər üçün, İmam Hüseyni ziyarət edənlər üçün 2 dənə hədis deyirəm. İnşallah Əbəlfəz qapısını döyəcək, o vəfalı şəxsiyyətin qapısını döyəcək. İnşallah bu hədisə qulaq asın. İmam Hüseynin özündən dedi, ənə qətilul əbərə. Mən elə şəhidəm ki, mənə üçün göz yaşı tökərlər. Qutiltu məkrubən. Kədərli, bəlalı şəkildə şəhid olaram. Və həqiqun ələllah. Bu Allahın qanunudur, İmam Hüseyin deyir. Ən la yətini məkrub illa əruddəhu və əqlibəhu ilə əhlihi məsrurən. Kim dərdlə, qəmlə, kədərlə, müsibətlə mənə üz tutub gəlsə, mən söz verirəm onun. Elə göndərəcəm evinə, ailəsinə ki, sevinclə geyəcək ailəsinə. İmam Hüseynin vədidir. Ay Kərbəlaya gedənlər, ay Ərbəyin ziyarətində olan. İmam Hüseyin vəd verir. Deyir ki, dərdlə gəlsin, sevinclə qaydarsan. Qurban olaq ağaya. Bu bir hədis, 2-ci hədis. İmam Sadiq bir nəfəri gördü, dedi, filan dedi, hə. La tədə ziyarət əl-Hüseyin. Hüseynin ziyarətini qoymaya kənara. Get, Hüseyni ziyarət elə. Cəddimi ziyarət elə. Və əmur əshabəkə, özü tək özün getməyə, get yaxınıva, dostlarıva, ailəvə, getlə ziyarət eləsinə İmam Hüseyni. Ziyarət edin İmam Hüseyni. Hayıfd adam ömrü gələ-gedə bir dəfə də olsun İmam Hüseyni ziyarət eləməyə. Bəlkə də bəziləri indi ürəyi döyünür orayla. Elə hey yalvarır, kaş bu qapılar açılaydı, gedib Hüseyni ziyarət eləyəydim. Ərbəyin arzusu olanlar. İnşallah bu gecə Əbəlfəz ağaya təvəssüllə. Nə olacaq ki, ya Əba Əbdüllah, Hüseyni ziyarət eləsən nə olacaq? Baxın bu hədisə. Yəmuddullah fi umurikə, Allah ömrünü uzadar. Yazidullah fi rizqikə, ruzvə bərəkət verər. Yuhyikəllah səidən, Allah səni dünyada xoşbəxt eləyər. Və la təmut illa səidə, səid, aqibət bixeyr bu dünyadan gedərsən və yəktubukə səidən, səni xoşbəxtlərin divanına adını yazarlar. Səidlərin divanında adın olar. Bu da bir hədis. Amma indi biz ki, burada oturmuşuq, nə qədər insanlar var ki, indi haradadılar? Kərbəladadılar. Özü cümə axşamıdır ya. Mələikə oradadır. Övliyalar oradadır. Cümə axşam bir üstünədir. İmam Hüseyin əleyhissalamın kimlər ziyarətində indi Allah bilir. Bir neçə yerə baxır İmam Hüseyin, bilirsiniz? Biri öz ziyarətgahıdır.
Bir də sənin üçün deyirəm. Haradakı İmam Hüseynə məclis qurulur. İndi ola bilər evindir, ola bilər buradır. Oturmuşsan burada. Hə? İmam Hüseyn xüsusi nəzər eləyər. Ya Allah. Ya Allah. Burada yeri var deyəsən ki, qurda ünsiyyətvi. Mənə neynirsən? Ünsiyyətvi özün qur, İmam Hüseyn nəzər eləyir. Özlərinin vədidir, öz sözləridir. Mənim sözüm deyil. Mənim anam, mənim bacım, mənim qardaşım. Danış İmam Hüseynlə. Yolun deyim, yolu Əbəlfəzdir. Hardan deyirsən? Babül Hüseyndir. Hüseyn qapısıdır. Niyə birinci geyirik Əbəlfəzə, sonra geyirik Hüseynə? Başqa söz deyim sənə. Bilirsən, İmam Hüseynin sağlığında bəzilər İmam Hüseynin söz deməsində Əbəlfəzə deyirdilər, Əbəlfəz geyirdi, İmam Hüseynə deyirdi. İndi də biz yenə gələk, yaxınlaşaq qapıya, deyə Əbəlfəz gəlmişik, sən qapı var. Hüseynə sözümüz var, Hüseynə. Hüseynə sözümüz var. Çatdırarsan bizim sözümüzü Hüseynə. Nədir sözün, nədir sözün, nə istəyirsən? Hüseynə de, Əbəlfəz, çox istəyirik biz Hüseyni. Qurban olaq o məzlum canıma. Balalarımız balalarına qurban olsun. Özümüz sənə qurban olaq, ay Hüseyn. Ya Əbə Abdəllah Hüseyn. Bir salam vereyim,